Güneş burcu Koç ve yükselen burcu Koç olanlar her biriniz bu videoma hoş geldiniz. Bugünkü bu videomda sizlerle 18 yanvar tarihinde gökyüzünde 28 derece Oğlak burcunda gerçekleşecek yeni ayın sizlere necə təsir edeceğini ve karşımızdaki günler ərzində neler yaşayabileceğlerinize dair bütün astroloji öngörülerimi sizinle paylaşıram. İlk önce onu demek isterim ki haftanın bazar gününde 28 derece Oğlak Burcu'nda bir yeni ay yaşanılacak ve bu yeni ayın təsirləri qarşımızdaki 2 həftə və 3 həftə ərzində davam edəcəyi üçün, yəni hardasa 13 fevral və 14 fevral tarixinə qədər davam edəcəyi üçün sizin həyatınızda Güneş Burcu Qoç və Yüksələn Burcu Qoç olanların həyatlarında, kariyer və iş həyatınızda tamamilə yepyeni bir müddət və bir dönəm başlayır. Bu nə deməkdir? Uzun müddətli iş təklifləri ala bilərsiniz. Alacağınız yeni iş təklifləri vasitəsilə daha çox və daha yaxşı maliyyə qazançları əldə edə bilərsiniz. Çalışdığınız işdə tərtib oluna bilərsiniz. Çalışdığınız işdə maaş artışı yaşanıla bilər. Eyni zamanda çalışdığınız işdə yeni bir vəzifəyə təyin oluna bilərsiniz. İş dəyişdirmə qərarı ala bilərsiniz və çalışdığınız işdən başqa bir yerə işləməyə qərar verə bilərsiniz. İşinizi dəyişdirə bilərsiniz və bir tərəfdən də sizin maliyyə, gəlir resurslarınızda ani dəyişikliklər ola bilər. Öz işinizi böyütmək qərarı ala bilərsiniz və bir tərəfdən də iş müsahibələrində iştirak edə bilərsiniz və eyni zamanda rəsmi iş görüşmələrində də iştirak edə bilərsiniz. Daha əvvəlcədən düşünülmüş, amma cəsarət edilməmiş bir fikir yenidən sizin gündəminizə gələ bilər və bir tərəfdən də kariyer iş həyatınızda isə təqdimatlar, iş müsahibələri üçün uyğun bir müddətdir. Dəyərləndirməyə çalışın. Keçmiş bir iş təklifi yenidən gündəminizdə yer ala bilər. Yarımçıq bıraktığınız bir işten maliyyə qazancı əldə edə bilərsiniz. Maddi mövzularda 18 yanvar tarixindən artıq etibarən yavaş-yavaş duygusal rahatlama yaşaya bilərsiniz. Gözlənilməyən bir maliyyə ödənişi gündəminizdə yer ala bilər və bir tərəfdən də sosial media üzərindən, internet üzərindən, texnologiyadan, onlayn platformalardan, rəqəmsal platformalar üzərindən çox gözəl maliyyə qazancları əldə etməyə başlaya bilərsiniz və bir tərəfdən də şəxsi maliyyənizdə biraz maliyyə xərcləmələrinizdə daha strateji və kontrollü davranmaya ehtiyacınız arta bilər. Ailə həyatınızdan gələn məsuliyyətlər sizin kariyer və iş həyatınıza təsir edə bilər. Sevdiyiniz insanla birlikdə sevgi münasibətinizə aid evlilik qərarı və bir tərəfdən də işlə sevgi həyatınız arasında biraz tarazlıq üzərində belə deyim də söhbətlər apara bilərsiniz. Ən əsası da ailə və iş həyatınızı tənzimləməyə özen göstərəcəksiniz. İş həyatınızda özünüzdən yaşça böyük insanlarla, otorite figurları ilə, müdürlərlə biraz güc savaşları yaşaya bilərsiniz. Diqqətli olmağa çalışın. Ünsiyyətdə çox diqqətli olun. Yəni düşünmədən sözlər söyləyə bilərsiniz. Bu 18 yanvardan etibarən ifadə edəcəyiniz sözlər qarşımızdakı günlər ərzində çox sərt ola bilər və çox dərin iz buraxa bilər. Ona görə də ünsiyyətdə diqqətli olmağa çalışın və bir tərəfdən də çalışdığınız iş mühitində xoşlandığınız insanla ciddi bir yaxınlaşmada yaşaya bilərsiniz.